Deməli, bizim bugün keçəcəyimiz mövzu olacaq qiymətləndirmə. Deməli, biz bilirik ki, müasir qiymətləndirmə ənənəvi qiymətləndirmədən tamamilə fərqlənir. Hansı xüsusiyyətinə görə fərqlənir? Bax, ənənəvi təhsildə qiymətləndirmə şagirdlərin adətən təlim nailiyyətinə yönəlirdi. Yəni, dərsin sonunda müəllim şagirdləri qiymətləndirirdi. Yəni, qiymətləndirmə nəticəyə yönəlirdi, sona yönəlirdi. Həmçinin də ənənəvi təhsildə qiymətləndirən tərəf yalnız müəllim olurdu. Amma müasir təhsildə qiymətləndirmə yalnız şagirdin nəticəsinə yönəlmir, yəni sona, prosesə yönəlmir. Qiymətləndirmə şagirdin inkişafını mütəmadi olaraq, ardıcıl, sistemli olaraq şagirdin fəaliyyətini izləyir və qiymətləndirmə sonda deyil, hər bir mərhələdə aparılır. Bax, ənənəvi təhsildə qiymətləndirmə dedik ki, yalnız sonda aparılırdı. Yəni, nailiyyətin sonunda müəllim şagirdləri qiymətləndirirdi. Ancaq müasir təhsildə qiymətləndirmə hər bir mərhələdə aparılır və şagirdin inkişafını, fəaliyyətini izləyir. Həmçinin də qiymətləndirən tərəf yalnız müəllim olmur. Bax, ənənəvi təhsildə, yəni keçmiş təhsil deyirik, ənənəvi təhsildə qiymətləndirən tərəf yalnız müəllim olurdu. Müasir təhsildə isə qiymətləndirən tərəf həm müəllim olur, həm də şagirdlər olur. Çünki biz müasir təhsildə özünü qiymətləndirmə və şagird qiymətləndirməsindən də istifadə edirik. Deməli, dedik ki, bəs qiymətləndirmə nə üçün lazımdır? Yəni, müasir təhsildə qiymətləndirmə ənənəvi təhsildən hansı xüsusiyyətlərinə görə deməli fərqlənir? Bax, şagirdin inkişafını və təlim nailiyyətini izləyir. Yəni, qiymətləndirmə deməli nə üçün lazımdır? Çünki qiymətləndirmə şagirdin inkişafını və nailiyyətini ardıcıl, sistemli olaraq izləyir. Şagirdin qarşıya qoyulmuş təlim nəticələrinə nə qədər çatdığını və yaxud da ki, çatmadığını müəyyənləşdirir. Qiymətləndirmə təkcə şagirdə qiymət yazmaq üçün keçirilmir. Qiymətləndirmə sinifin inkişafını izləmək, həmçinin də lazım gəldikdə təlim proqramında dəyişiklik etmək məqsədi ilə də keçirilir. Qiymətləndirməyə əsasən müəllim öz fəaliyyətinin effektivliyini də təhlil edir və buna əsasən gələcək fəaliyyətini planlaşdırır. Bunu nəyə əsasən deyirik ki, qiymətləndirməyə əsasən müəllim öz fəaliyyətinin effektivliyini təhlil edir. Yəni, bax, bir sinifdə şagirdləri qiymətləndirən zaman əgər şagirdlərin bütün sinifdə təhsil alan şagirdlərin təlim nailiyyətləri aşağıdırsa, artıq deməli, burada müəllimin fəaliyyətinin effektivliyindən, səmərəli olmasından söhbət gedə bilməz. Demək ki, müəllimin də fəaliyyətində müəyyən səhvləri var ki, deməli, bütün sinifdə şagirdlərin təlim nailiyyəti aşağıdır. Ona görə də deyirik ki, qiymətləndirməyə əsasən həmçinin müəllim öz fəaliyyətinin effektivliyini də deməli təhlil edir və buna əsasən gələcək fəaliyyətini planlaşdırır. Qiymətləndirmə təhsil proqramının inkişaf perspektivliyini müəyyənləşdirməyə şərait yaradır. Şagird nailiyyətinin qiymətləndirilməsi həmçinin də ardıcıl və sistemli xarakter daşıyır, təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir. Demək ki, dedik ki, qiymətləndirmə nə üçün lazımdır? Şagirdin inkişafını və təlim nailiyyətini izləyir. Deməli, şagirdin qarşıya qoyulmuş təlim nəticələrinə nə qədər çatdığını müəyyənləşdirir, çatdığını və yaxud da ki, çatmadığını müəyyənləşdirir. Qiymətləndirmə şagirdə qiymət yazmaq üçün keçirilmir. Qiymətləndirmə, deməli, şagirdin inkişafını izləyir. Hər bir mərhələdə, yəni müəllim qiymətləndirmə meyarlarından istifadə edə bilər. Qiymətləndirməyə əsasən, deməli, müəllim öz fəaliyyətinin effektivliyini də müəyyənləşdirir, təhlil edir. Deməli, dedik ki, şagird nailiyyətinin qiymətləndirilməsi ardıcıl və sistemli xarakter daşıyır. İndi baxırıq qiymətləndirmənin prinsiplərinə baxırıq. Deməli, müasir təhsildə qiymətləndirmə müəyyən prinsipləri var ki, həmin prinsiplərə cavab verməlidir. O hansı prinsiplər olacaq? Uyğunluq, varislik prinsipi, şəffaflıq, qarşılıqlı əməkdaşlıq kimi prinsiplərə cavab verməlidir. Ancaq əsasən iki prinsipdən istifadə olunur. Yəni, biz qiymətləndirmə zamanı digər prinsiplərin əhəmiyyətindən, xüsusiyyətindən yox, iki prinsipin xüsusiyyətindən danışacağıq, etibarlılıq və uyğunluq prinsipindən danışacağıq. Demək ki, dedik ki, qiymətləndirmə əsasən etibarlılıq və uyğunluq prinsipinə cavab verməlidir. Uyğunluq prinsipi nədir? Uyğunluq prinsipi odur ki, qiymətləndirmə əvvəlcədən planlaşdırılan və nəzərdə tutulan bilik və bacarıqları ölçməlidir. Bu nə deməkdir? Qiymətləndirmə əvvəlcədən planlaşdırılan bilik və bacarığı
ölçməlidir. Yəni müəllim şagirdə nəyi keçibdirsə, şagirddə hansı bilik və bacarıqları formalaşdırıbdırsa, formalaşdırdığı bilik və bacarığı ölçməlidir. Yəni bölmə ərzində biz nəyi keçmişiksə, bölmənin sonunda da bizim hazırladığımız tapşırıqlar bölmədə belə deyək, keçdiyimiz mövzuları əhatə etməlidir. Yəni keçmədiyimiz mövzularla bağlı şagirdləri qiymətləndirə bilmərik. Şagirdlərdə hansı mövzunu keçmişiksə, bizim hazırladığımız tapşırıqlar da həmin keçdiyimiz mövzuları əhatə etməlidir. Yəni şagirdlərdə hansı bilik və bacarıqları formalaşdırmışıqsa, həmin bilik və bacarıqları ölçməliyik. Bu oldu uyğunluq prinsipi. Etibarlılıq prinsipi nə olacaq? Deməli, qiymətləndirmə nəticələrindəki davamlılıq nəzərdə tutulur. Yəni, nəticə davamlı olaraq eyni olmalıdır. Yəni, şagirdlər eyni qiymətləndirmə tapşırıqlarını fərqli zamanlarda işlədikdə aldığı nəticələr maksimum dərəcədə eyni olmalıdır. Burada müəllimlər, bax, eyni qiymətləndirmədən söhbət gedir, eyni qiymətləndirmə tapşırığından söhbət gedir. Yəni, belə deyək də, biz şagirdlərə, məsəl üçün, summativ qiymətləndirmə işlətmişik, şagird alıb 80 bal, bir neçə gündən, həftədən sonra həmin qiymətləndirmə tapşırıqlarını şagirdə işlədiriksə, əgər şagirdin burada deməli aldığı bal 80 yox, 60 baldırsa, artıq deməli bax burada etibarlılıq prinsipi pozulmuş olur. Ona görə də deyirik ki, deməli etibarlılıq prinsipinə əsasən qiymətləndirmədəki nəticələr davamlı olaraq eyni olmalıdır. Yəni eyni olmaya bilər. Eyni olmaya bilər, sadəcə uyğunluq olmalıdır ballar arasında. Maksimum dərəcədə nəticələr bir-birinə deməli uyğun olmalıdır. İndi baxırıq deməli qiymətləndirmənin növlərinə baxırıq. Qiymətləndirmənin növləri hansılardır? Qiymətləndirmə növünə görə 4 yerə bölünür. Milli, beynəlxalq, yekun qiymətləndirmə və məktəbdaxili qiymətləndirmə. Deməli, məktəbdaxili qiymətləndirmə özü də 3 yerə bölünür. Diaqnostik, formativ və summativ qiymətləndirmə. Həmçində summativ qiymətləndirmə də özü 2 hissəyə bölünür. Kiçik və böyük summativ qiymətləndirməyə. Deməli, biz məktəbdaxili qiymətləndirmədən daha geniş, ətraflı danışacağıq. Sadəcə məktəbdaxili qiymətləndirməyə keçid etməmişdən əvvəl milli qiymətləndirmə, beynəlxalq və yekun qiymətləndirmə haqqında qısa məlumatlar çatdırmaq istəyirəm. Deməli, milli qiymətləndirmə nədir? Bax, milli qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə deməli, təhsilin keyfiyyət dəyişikliyini müəyyənləşdirmək məqsədi ilə aparılır. Həmçinin 3-5 ildən bir aparılır. Yəni, milli qiymətləndirmə rəsmi qurumlar tərəfindən aparılır. Nə məqsədlə aparılır? Təhsilin keyfiyyətini, kurikulumun keyfiyyətini müəyyənləşdirmək məqsədi ilə, şagirdlərin inkişaf səviyyəsini yoxlamaq məqsədi ilə deməli milli qiymətləndirmədən istifadə olunur. Həmçinin də milli qiymətləndirmə zamanı təhsildə olan problemləri üzə çıxarıb aradan qaldırmaq məqsədi ilə aparılır. Belə deyək də, milli qiymətləndirmə təhsil institutu tərəfindən aparılır, yəni rəsmi qurumlar tərəfindən aparılır. Deməli, milli qiymətləndirmənin mahiyyəti nədir? Milli qiymətləndirmənin mahiyyəti odur ki, təhsilin keyfiyyətini, kurikulumun keyfiyyətini müəyyənləşdirmək, şagirdlərin inkişaf səviyyəsini yoxlamaq, təhsildə olan problemləri üzə çıxarıb və aradan qaldırmaq məqsədi ilə aparılır. İndi baxırıq beynəlxalq qiymətləndirməyə. Beynəlxalq qiymətlendirmə nədir? Beynəlxalq qiymətləndirmə ümumi təhsilin mövcud vəziyyəti barədə məlumat əldə etmək, problemləri aşkara çıxarıb, həll yollarını müəyyənləşdirmək məqsədi ilə təhsilimizin səviyyəsini digər ölkələrin təhsil səviyyəsi ilə müqayisə etmək məqsədi ilə aparılır. Həmçinin dedik ki, 3-5 ildən bir aparılır. Deməli, baxırıq yekun attestasiyaya. Görək yekun attestasiya nədir? Deməli, nə vaxt aparılır? Ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsil alanların nailiyyətini qiymətləndirmək məqsədi ilə aparılır. Deməli, yekun qiymətləndirmədən nə zaman istifadə olunur? Ümumi orta təhsil, yəni 9 illik təhsil deyirik və 11 illik tam orta təhsil səviyyəsində təhsil alanların nailiyyətini qiymətləndirmək məqsədi ilə aparılır. İndi baxırıq, deməli, diaqnostik qiymətləndirməyə baxırıq. Diaqnostik qiymətləndirmə dərsinin və yaxud da ki, bölmənin əvvəlində aparılır. Deməli, diaqnostik qiymətləndirmə dərsinin əvvəlində və yaxud da ki, bölmənin əvvəlində aparılır. Şagirdlərin maraq və motivasiyasının ilkin qiymətləndirmək məqsədi ilə aparılır. Yəni, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Belə deyək də,
Bax, formativ qiymətləndirmədən də, summativ qiymətləndirmədən də əvvəl hansı qiymətləndirmə aparılır? Diaqnostik qiymətləndirmə aparılır. Deməli, diaqnostik qiymətləndirmə vasitəsilə müəllim şagirdlərin maraqlarını, motivasiyasını da müəyyənləşdirə bilər. Diaqnostik qiymətləndirmə zamanı şagirdlərin ehtiyaclarını, onların güclü və zəif tərəflərini üzə çıxarmaq məqsədi ilə aparılır. Verilən bu xüsusiyyət formativ qiymətləndirməyə də aiddir. Sadəcə bunların bir fərqi var. İndi o fərqi deyəcəm. Sadəcə diaqnostik qiymətləndirmədə şagirdlərin güclü və zəif tərəflərini üzə çıxarmaq məqsədi ilə aparırıq. Amma formativ qiymətləndirmədə şagirdlərin güclü və zəif tərəflərini üzə çıxarırıq və bundan sonra müəllim şagirdə istiqamət verir. Elə bil ki, diaqnostik qiymətləndirmədə şagirdə istiqamət vermirik. Sadəcə özümüz üçün müəyyənləşdiririk ki, şagirdlər nələrə sahibdir. Şagirdlərin mövzu ilə bağlı, bölmə ilə bağlı şagirdlər nələrə sahibdirlər, nələri bilir və yaxud da ki, nələri bilməyə ehtiyacı var, güclü tərəfləri nələrdir, zəif tərəfləri nələrdir. Deməli, diaqnostik qiymətləndirmədə ilkin olaraq bunu müəyyənləşdirdik. Amma diaqnostik qiymətləndirmədə şagirdləri yönəltmirik, istiqamət vermirik. Formativ qiymətləndirmədə də ancaq belə deyək, müəllim şagirdlərin gündəlik olaraq güclü və zəif tərəflərini müəyyənləşdirir və bundan sonra şagirdlərə istiqamət verir. Deməli, hər ikisində güclü və zəif tərəfləri müəyyənləşdirmək var. Sadəcə diaqnostikdə istiqamət vermirik, yəni zəif tərəfləri aradan qaldırmaq üçün istiqamət vermirik. Ancaq formativ qiymətləndirmədə bax, müəllim şagirdin zəif tərəflərini aradan qaldırmaq üçün istiqamət verir. Deməli, diaqnostik qiymətləndirmə təlimi daha effektiv təşkil etmək üçün müəllimi yönəldən qiymətləndirmə vasitəsidir. Bax, bu xüsusiyyət formativ qiymətləndirməyə də aiddir. Deməli, təlimi daha effektiv təşkil etmək üçün müəllimi yönəldən qiymətləndirmə vasitəsidir. Diaqnostik qiymətləndirmə aparmaqla müəllim şagirdlərin mövzu ilə bağlı nə bildiklərini və yaxud da ki, nəyi öyrənməyə ehtiyacı olduğunu müəyyənləşdirir. Diaqnostik qiymətləndirmə vasitəsilə müəllim şagirdin psixoloji vəziyyətini də deməli müəyyənləşdirə bilər. Diaqnostik qiymətləndirmə şagird üçün risk təşkil etmir. Bax, hansı qiymətləndirmədir ki, şagird üçün risk təşkil etmir? Diaqnostik qiymətləndirmə. Nə üçün risk təşkil etmir? Çünki şagirdə qiymət yazılmır. Yəni, diaqnostik qiymətləndirmə zamanı belə deyək, şagirdlərin nailiyyətləri balla və yaxud da ki, kəmiyyətlə, yəni rəqəmlə qiymətləndirilmir və bu baxımdan da diaqnostik qiymətləndirmə şagird üçün risk təşkil etmir. Deməli, diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlar. Deməli, diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqları həm bölmənin əvvəlində, həm də bölmənin sonunda keçirilmək olar. Bu zaman şagirdin bölmənin əvvəlindəki vəziyyəti ilə bölmənin sonundakı vəziyyəti müqayisə olunur. Dedik ki, diaqnostik qiymətləndirmədən, yəni biz bölmənin əvvəlində istifadə elədiyimiz diaqnostik qiymətləndirmədən bölmənin sonunda da istifadə edə bilərik. Artıq bölmənin sonunda biz diaqnostik qiymətləndirməni yenidən şagirdə işlədiriksə, bu o demək deyil ki, biz bölmənin sonunda bir daha diaqnostik qiymətləndirmə keçirmiş olduq. Xeyr, burada bölmənin sonunda keçirdiyimiz, yəni şagirdlərə işlədiyimiz tapşırıqların artıq məqsədi, yenə deyirəm, şagirdə diaqnostik qiymətləndirmə keçirmək deyil. Məqsəd odur ki, şagird öz fəaliyyətini müəyyənləşdirir. Görək bölmənin əvvəlində necə idim, bölmənin sonunda necəyəm. Yəni, şagird öz vəziyyətini müəyyənləşdirir. Görək, əslində şagird də elə müəllim də. Görək, şagird bölmənin əvvəlindən bölmənin sonuna kimi şagirddə nə irəliləyiş oldu. Diaqnostik qiymətləndirmə təlimdə diferensiallaşmaya da deməli şərait yaradır. Biz müəllimlər diferensial təlimi keçəndə də demişdik ki, əgər müəllim şagirdlərə diferensial yanaşmaq istəyirsə, ilk öncə diaqnostik qiymətləndirmə keçirməlidir. Diaqnostik qiymətləndirmə keçirməlidir ki, şagirdlərin güclü və zəif tərəflərini müəyyənləşdirsin, şagirdlərin səviyyəsini müəyyənləşdirsin və bundan sonra şagirdlərə necə yanaşacağını müəyyənləşdirsin. Yəni, biz demişdik də, diferensial təlim necə idi? Müəllim şagirdlərə fərdi və fərqli yanaşırdı. Bax, biz də şagirdlərə fərdi, fərqli necə yanaşa bilərik? Əgər şagirdlərin səviyyəsini bilməsək, onların güclü və zəif tərəflərini müəyyənləşdirməsək, bilməsək, necə şagirdlərə fərdi və fərqli yanaşa bilərik? Bilmərik. Ona görə də
Diaqnostik qiymətləndirmə şərtdir. Çünki bu zaman müəllim diaqnostik qiymətləndirmə keçirsə, şagirdlərə fərdi və fərqli necə yanaşacağını deməli müəyyənləşdirmiş olur. Ona görə deməli deyirik ki, diaqnostik qiymətləndirmə təlimdə differensiallaşmaya da şərait yaradır. Deməli, diaqnostik qiymətləndirmənin nəticələri şagirdin portfolyosunda saxlanılır. Deməli, diaqnostik qiymətləndirmənin keçirilməsi vacibdir. Diaqnostik qiymətləndirməni keçirdikdən sonra müəyyən qeydlər aparmalıdır. Yəni, diaqnostik qiymətləndirmənin qeydiyyatı vacibdir. Bax, bəzən testdə düşür ki, yəni deyir müəllim diaqnostik qiymətləndirməni keçirsə də belə, qeydiyyatı bir o qədər vacib deyil. Bax, bu yanlış olacaq. Diaqnostik qiymətləndirmə keçirmişiksə, artıq burada bir məqsəd var. Ona görə də diaqnostik qiymətləndirmənin belə deyim, müəllim özü üçün qeydiyyatını aparmalıdır. Yəni kimi belə də şagirdlərin səviyyəsini müəyyənləşdirməlidir, müəyyən qeydlər aparmalıdır. Düzdür, burada diaqnostik qiymətləndirmədə bal, qiymət yoxdur. Olmasa da belə müəllim müəyyən qeydlər aparmalıdır. Deməli, diaqnostik qiymətləndirmə hansı hallarda aparıla bilər? Dərsinin əvvəlində aparıla bilər, ikinci yarım ilin əvvəlində, bölmələrin əvvəlində aparıla bilər. Deməli, təhsil prosesinin müəyyən bir mərhələsində aparıla bilər. Deməli, diaqnostik qiymətləndirmə təhsil prosesinin müəyyən bir mərhələsində də aparıla bilər. Sonra deməli, şagird dedik ki, məktəbdən məktəbə keçəndə, sinifdən sinifə keçəndə diaqnostik qiymətləndirmə aparılır. Yəni, sinifə yeni şagird gəlibsə, deməli, müəllim diaqnostik qiymətləndirmə keçirməlidir. O demək deyil ki, bütün sinif üçün müəllim yenidən diaqnostik qiymətləndirmə keçirməlidir. Xeyr, həmin şagirdi müəllim yenidən diaqnostik, belə deyək də, həmin şagirdə deməli, diaqnostik qiymətləndirmə tapşırıqları verə bilər. Deməli, diaqnostik qiymətləndirmənin hansı üsullarla keçirmək olar? Biz adətən, belə deyək də, öyrənmişik test tapşırıqlarına. Diaqnostik qiymətləndirməni adətən test tapşırıqları ilə deməli, test tapşırıqları işlədirik də diaqnostik qiymətləndirmə zamanı şagirdlərə. Amma müxtəlif deməli üsullardan da, vasitələrdən də istifadə etmək olar. Bax, müxtəlif tapşırıqlardan istifadə etmək olar. Sinifdə aparılan sorğular vasitəsilə, yəni şifahi olaraq müəllim sinifdə müəyyən sorğular apara bilər. BİBÖ-dən istifadə edə bilərik. BİBÖ-nü yəqin ki, müəllimlər xatırladıq. BİBÖ iş üsuludur. Deməli, bax, bilirəm, istəyirəm, bildim və öyrəndim. Deməli, bax, müəllim hər hansı bir mövzunu keçməmişdən əvvəl şagirdlərin mövzu ilə bağlı ilkin biliklərini müəyyənləşdirmək üçün BİBÖ texnikasından istifadə edə bilər. Görək şagirdlər mövzu ilə bağlı nəyi bilir və yaxud da ki, nəyi bilmək istəyirlər və yaxud da ki, sonda nəyi öyrəndilər. Deməli, BİBÖ texnikasından da istifadə etmək olar. Həmçində sinif müzakirəsi ilə də diaqnostik qiymətləndirmə keçirə bilər. Bax, bizim bu sadaladıqlarımız deməli şifahi üsulla deməli keçirilən qiymətləndirmə vasitələridir. Şifahi üsuldan yanaşı başqa müəllim digər üsullardan da istifadə edə bilər. Bax, bu hansılar olacaq? Deməli, müxtəlif inşadan, ifadə, çalışma, açıq və qapalı testlərdən, situasiya tipli tapşırıqlardan, yaradıcılıq, əl işləri kimi qiymətləndirmə vasitələrindən də istifadə etmək olar. Bax, bəzən bu yaradıcılıq və əl işləri belə deyək, müəllimlərimizi çaşdırır. Yəni, burada fəndə uyğun olaraq, məsəl üçün, müəllim yaradıcılıq və əl işlərindən də deməli diaqnostik qiymətləndirmə vasitəsi kimi istifadə edə bilər. İndi deməli formativ qiymətləndirmənin izahına baxaq. Deməli, formativ qiymətləndirmə məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləyir. Fəaliyyəti izləmək harda var? Formativ qiymətləndirmədə var. Deməli, formativ qiymətləndirmə məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləyir. Yəni, formativ qiymətləndirmə şagirdlərin gündəlik fəaliyyətini izləyir. Şagirdin qarşısına çıxan çətinlikləri müəyyən edib, onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə zamanı müəllim şagirdin nailiyyətini monitorinq edir və buna əsasən tədrisi tənzimləyir. Formativ deməli qiymətləndirmə öyrənmə müddətində davamlı olaraq aparılır. Bax, diaqnostik qiymətləndirmə dedik ki, təhsilin müəyyən mərhələsində aparılır, amma formativ qiymətləndirmə gündəlik aparılır və davamlı olaraq aparılır. Yəni, hər gün ardıcıl olaraq, sistemli olaraq formativ qiymətləndirmə aparılmalıdır.
Formativ qiymətləndirmənin nəticələri şagirdin məktəbli kitabçasında qeyd olunur. Formativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunmur. Yalnız məktəbli kitabçasında qeyd olunur. Şagirdin ehtiyacını, onların güclü və zəif tərəflərini üzə çıxarıb, onları istiqamətləndirmək məqsədi ilə aparılır. Həmçinin gündəlik təlim nəticələrini ölçür. Deməli, formativ qiymətləndirmə şagirdlərin gündəlik təlim nəticələrini ölçür. Deməli, bax, gündəlik təlim, burada gündəlik sözü varsa, ümumiyyətlə, gündəlik təlim nəticələrini ölçmək varsa, bax, bu xüsusiyyət formativ qiymətləndirməyə aiddir. Deməli, bundan əlavə təlimi daha effektiv təşkil etmək üçün müəllimi yönləndirən, deməli, qiymətləndirmə vasitəsidir. Deməli, formativ qiymətləndirmə bir çox suallara cavab axtarır. Baxaq görəyin hansı suallara cavab axtarır. Şagirdin hədəfi nədir? Şagird nə öyrənəcək? Şagirdin mövcud vəziyyəti necədir? Bax, müəllimlər, mövcud vəziyyəti müəyyənləşdirmək diaqnostik qiymətləndirmədə də var. Yəni, diaqnostik qiymətləndirmənin də xüsusiyyətidir, formativ qiymətləndirmənin də xüsusiyyətidir. Deməli, şagirdin hal-hazırda öyrənməli olduğu deməli, məsələdən nə qədər xəbərdardır, hədəfə necə çata bilər və nə etməlidir ki, hədəfə çatsın. Deməli, formativ qiymətləndirmənin məqsədi şagirdi hədəfə çatdırmaqdır. Yəni, şagirdi olduğu yerdən lazım olduğu yerə çatdırmaqdır. Məsəl üçün, şagird, belə deyək də, bax, aşağıdadır, bu mərhələdədir, bu hissədədir, amma şagirdin məqsədi nədir? Hədəfə çatmaqdır. Deməli, formativ qiymətləndirmə şagirdi olduğu yerdən lazım olacağı yerə çatdırır. Yəni, şagirdi hədəfə çatdırır. Deməli, formativ qiymətləndirmənin 4 vacib xüsusiyyəti var. Deməli, formativ qiymətləndirmənin 4 vacib xüsusiyyəti var. Bax, bu xüsusiyyətlər hansılardır ki, müəllim bu xüsusiyyətlərə əməl etməlidir. Deməli, formativ qiymətləndirmə təlim nəticələrinə uyğun olmalıdır. Müəllimlər, bu uyğunluq haqqında biz danışmışdıq. Yəni, belə deyək də, qiymətləndirmənin təlim nəticələrinə uyğunluğu haqqında biz planlamada, illik və gündəlik planlamada danışmışdıq ki, deməli, formativ qiymətləndirmənin nəticələri təlim nəticələri ilə uyğun olmalıdır. Qiymətləndirmə meyarlarının olması, bax, bundan da danışmışdıq. Yəni, biz bu iki xüsusiyyətin ikisindən də danışmışıq, gündəlik planlamada və illik planlamada danışmışdıq. Demişdik ki, formativ qiymətləndirmə zamanı, deməli, müəllim şagirdləri qiymətləndirmə meyarlarına əsasən qiymətləndirir. Yəni, burada kəmiyyətlə qiymət yazmaq yoxdur da, rəqəmlə qiymət yazmaq yoxdur. Formativ qiymətləndirməni müəllim necə həyata keçirir? Deməli, müxtəlif meyarlarla həyata keçirir. Effektiv əks əlaqənin olması, bir də davamlı müşahidənin aparılması. Yəni, formativ qiymətləndirmə zamanı müəllim şagirdlərlə, belə deyək də, effektiv əks əlaqə qurmalıdır, həmçində davamlı müşahidə aparmalıdır. Yəni, sinifin səviyyəsini, şagirdlərin səviyyəsini davamlı müşahidə etməlidir. Deməli, biz bax, bu təlim nəticələrinə uyğunluq və qiymətləndirmə meyarları haqqında danışmışıq əvvəlki bölmələrdə. Əvvəlki mövzularda. Ona görə də bu haqda danışmırıq. Biz bugün, deməli, effektiv əks əlaqə və davamlı müşahidənin aparılmasından danışacağıq. Deməli, birinci baxırıq effektiv əks əlaqə. Ümumiyyətlə görə əks əlaqə nədir? Deməli, əks əlaqə məqsədə xidmət etməlidir. Yəni, dərsin məqsədinə xidmət etməlidir. Əks əlaqə nədir? Şagirdin fəaliyyətinə göstərdiyimiz münasibətdir. Yəni, bizim şagirdin fəaliyyəti haqqında şagirdlərə çatdırdığımız informasiyalar, onlara göstərdiyimiz münasibət əks əlaqə adlanır. Əks əlaqə formativ və summativ olur. Deməli, əks əlaqə necə olur? Formativ və summativ olur. İndi baxırıq formativ əks əlaqə necə olur? Formativ əks əlaqə öyrənmə prosesinə verilir. Yəni, prosesə verilir. Deməli, formativ əks əlaqə öyrənmə prosesinə verilir. Əsas məqsədi şagirdi inkişaf etdirməkdir. Deməli, şagirdin fəaliyyətini düzgün istiqamətləndirməkdir. Həmçində summativ qiymətləndirməyə qədər şagirdi inkişaf etdirməkdən ibarətdir. Deməli, formativ əks əlaqə prosesə verilir. Əsas məqsədi nədir? Şagirdi inkişaf etdirmək, şagirdin fəaliyyətini düzgün istiqamətləndirməkdən ibarətdir. Həmçində şagirdi summativ qiymətləndirməyə qədər inkişaf etdirməkdən ibarətdir. Yəni, formativin məqsədi şagirdi summativ qiymətləndirməyə qədər inkişaf etdirməkdir.
Aha, indi baxırıq summativ əks əlaqəyə. Görək summativ əks əlaqə nədir? Deməli, summativ əks əlaqə nə zaman qurulur, nə zaman verilir? Hər hansı bir bölmənin, tapşırığın, fəaliyyətin sonunda deməli şagirdlərə summativ əks əlaqə verilir. Summativ əks əlaqənin məqsədi nədir? Şagirdin qazandığı bilik və bacarıqların nəticələrini dəyərləndirməyə xidmət edir. Şagirdin fəaliyyəti haqqında nədə uğur qazanıb qazanmadığı haqqında məlumat verilir. Yəni sonda verilir də. Bax, biz dedik ki, formativ əks əlaqə prosesə verilir. Yəni şagird fəaliyyət hər hansı bir tapşırığı yerinə yetirən zaman şagirdin fəaliyyətinə əks əlaqə verilir. Summativ əks əlaqə isə sonda verilir, nəticədə verilir. Sonda şagird hər hansı bir işi, fəaliyyəti yekunlaşdırdıqdan sonra sonda nəticəyə deyirik də. Nəticəyə müəllim əgər əks əlaqə verirsə, bildirirsə, bu summativ əks əlaqə adlanır. Deməli, əks əlaqənin növləri hansılardır? İndi biz əks əlaqənin növlərinə baxırıq. Korreksiya edici əks əlaqə, təsviri əks əlaqə, konstruktiv əks əlaqə və motivə edici əks əlaqə. İlkin olaraq biz korreksiya edici əks əlaqədən danışırıq. Deməli, burada korreksiya edici əks əlaqənin məqsədi nədir? Burada əsas məqsəd şagirdin buraxdığı səhvlərə yönəlir. Yəni, müəllim şagirdin buraxdığı səhvləri korreksiya edir. Yəni, belə deyək də, şərait yaratmır ki, şagird buraxdığı səhvləri davam etsin. Müəllim şagirdin harda səhv elədiyini görür, müəyyənləşdirir və şagirdin səhvini aradan qaldırmağa çalışır. Yəni, şagirdin səhvini korreksiya edir. Şərait yaratmır ki, şagird həmin səhvi ardıcıl olaraq davam elətdirsin. Məsəl üçün, şagird mətn oxuyan zaman müəllim görür ki, şagird mətnin düzgün sözləri düzgün tələffüz etmir. Bax, bu zaman müəllim hər hansı bir sözün düzgün tələffüzünü özü səsləndirir. Yəni, özü səsləndirir ki, məsəl üçün, bu sözü belə tələffüz etmək lazımdır. Şagird də müəllimə baxır, yəni müəllimin belə deyək də, nümunəsinə baxır, deməli, öz səhvini aradan qaldırır. Məsəl üçün, əgər hər hansı bir riyazi məsələnin, misalın həlli zamanı şagird düsturu unudubsa, müəllim deməli, həmin düsturu şagirdə təqdim edir, xatırladır və yaxud da ki, şagird hər hansı bir qaydanı unutduğu üçün tapşırığı səhv yerinə yetirirsə, bu zaman müəllim deməli qaydanı şagirdə xatırladır. Yəni qaydanı şagirdə xatırladır ki, şagird səhvini deməli korreksiya etsin, aradan qaldırsın. İndi baxırıq deməli, təsviri əks əlaqəyə baxırıq. Bax, bu təsviri əks əlaqənin məqsədi nədir? Burada müəllim şagirdin, bax, deyir də təsviri əks əlaqə. Yəni, burada müəllim şagirdin fəaliyyəti haqqında şagirdə detallı olaraq fikir bildirir. Yəni, şagirdin gördüyü iş haqqında, belə deyək, şagirdin fəaliyyəti haqqında detallı şəkildə şagirdə fikir bildirir, məlumat çatdırır. Deməli, məqsəd nədir? Məqsəd şagirdin fəaliyyətini şagirdin diqqətinə çatdırmaqdır. Yəni, yenə deyirəm, təsviri əks əlaqənin məqsədi nədir? Şagirdin gördüyü iş haqqında şagirdə məlumat çatdırmaq. Deməli, konstruktiv əks əlaqəyə baxırıq. Konstruktiv əks əlaqə necə olmalıdır? Konstruktiv əks əlaqəyə əsasən müəllim ilk öncə şagirdlərin müsbət tərəflərini şagirdlərə çatdırmalı, müsbət tərəfi çatdırmalı və bundan sonra şagirdin çatışmayan tərəfini şagirdin diqqətinə çatdırmalı və həmçində çatışmayan tərəfi aradan qaldırmaq üçün şagirdə yol, istiqamət göstərməlidir. Var destruktiv rəy, bir də var konstruktiv rəy. Destruktiv rəy deməli belə deyək də doğru verilməyən rəydir. Destruktiv rəy o deməkdir ki, müəllim şagirdin fəaliyyətinə doğru münasibət göstərmir. Yəni, ilk öncə destruktiv rəy belə deyək də dağıdıcı rəydir. Müəllim şagirdin motivasiyasını, deməli, belə deyək, emosiyalarını alt-üst edir. Yəni, ilk öncə şagirdin çatışmayan tərəflərini, səhvlərini destruktiv rəydən danışıram müəllimlər. Deməli, ilk öncə müəllim şagirdin çatışmayan tərəflərini, səhvlərini şagirdə çatdırır. Həmçində bu çatışmayan tərəfi aradan qaldırmaq üçün şagirdə yol göstərmir. Ona görə də destruktiv rəy, yəni effektiv rəy sayılmır, doğru münasibət sayılmır. Buna belə deyək də, əsasən dağıdıcı rəy də deyə bilərik. Amma konstruktiv rəy destruktiv rəyin əksinədir. Burada müəllim ilk öncə şagirdə tapşırıqda etdiyi müsbət tərəfləri, müsbət fikirləri, fəaliyyətləri şagirdin diqqətinə çatdırır və bundan sonra şagirdin səhvini şagirdə çatdırır
Həmçində səhvi aradan qaldırmaq üçün şagirdə deməli yol istiqamət göstərir. Bəzən testdə bax belə bir fikirdən biz rastlaşa bilərik ki, rey zamanı müəllim şagirdin səhvlərini şagirdə deməməlidir. Xeyr, deməlidir. Amma baxır necə deməlidir də? İlk öncə müsbət tərəfləri çatdırmalı, bundan sonra çatışmayan tərəfi deməlidir. Hə, amma birdən-birə şagirdə belə deyək də, birdən-birə şagirdə səhvləri çatdırmaq doğru yanaşma deyil. Müsbətləri çatdırıb, sonra səhvləri çatdırmaq lazımdır. Aha, indi baxırıq motivə edici əks əlaqəyə baxırıq. Bax, bura motivə edici əks əlaqə nə olacaq? Yəni müəllim şagirdlərə motivasiya verir, stimul verir, şagirdin fəaliyyətini dəyərləndirir. Motivə edici rəy deməli şagirdi dəstəkləməyə xidmət edir. Motivə edici rəy şagirdin öyrənmə prosesində göstərdiyi səyi, uğurları vurğulayır. Nəticəyə yox, prosesə yönəlir. İndi bu nə deməkdir? Nəticəyə yox, prosesə yönəlir nə deməkdir? Məsəl üçün, ola bilər ki, şagirdlərə hər hansı bir tapşırıq vermişik və nəticədə, sonda biz nəticə bilirik də, son deməkdir. Nəticədə şagirdlər məhsul təqdim eləyir, tapşırıq təqdim eləyir. Nəticədə şagird ola bilər ki, tapşırığı belə deyək də, düzgün yerinə yetirməyib. Ya qaydanı unutduğu üçün və yaxud da ki, qaydanı bilmədiyi üçün müəyyən səbəblərdən şagird tapşırığı düzgün yerinə yetirməyib. Amma yetirənə qədər şagird müəyyən zəhmət çəkib, müəyyən səy, belə deyək, əziyyət çəkib, səy göstərib. Səy göstərsə də, zəhmət çəksə də, çalışsa da ki, tapşırığı yerinə yetirsin, amma düzgün yerinə yetirə bilməyib. Və müəllim də şagirdin bax bu səyini, deməli, zəhmətinə münasibət bildirməlidir, dəyərləndirməlidir. Yenə deyirəm, ola bilər ki, sonda şagird tapşırığı düzgün yerinə yetirməyib. Yetirməsə də belə, müəllim şagirdin belə deyək, prosesə münasibət bildirməlidir, prosesi dəyərləndirməlidir. Yəni proses boyu şagirdin çəkdiyi zəhməti, dəyəri, zəhməti, səyi dəyərləndirməlidir. Bax, motivə edici əks əlaqə də budur. Deməli, müəllim nəticəyə yox, prosesə münasibət bildirməlidir. Belə. Deməli, baxırıq, əks əlaqənin məzmunu necə olmalıdır? Deməli, əks əlaqənin məzmunu 3 cür olur. Məsəl üçün, əks əlaqə, deməli, öyrənmə prosesi haqqında əks əlaqə olur. Yəni, müəllim şagirdlərin öyrənmə proses haqqında şagirdlərə məlumat çatdırmalıdır. Ümumiyyətlə, əks əlaqə nədir? Yəni, şagirdin gördüyü işlər haqqında şagirdə çatdırdığımız məlumatlardır, informasiyalardır. İndi öyrənmə prosesi haqqında əks əlaqə necə olacaq? Yəni, müəllim öyrənmə prosesə əks əlaqə deməli bildirir. Yəni, şagirdin öyrənmə prosesi haqqında şagirdə müxtəlif informasiyaları çatdırır. Məzmun haqqında əks əlaqə və bir də məzmun nə olacaq? Yəni, müəllim belə deyək, tapşırığın məzmununa, aktuallığına, genişliyinə münasibət bildirir. Məhsul haqqında əks əlaqə nə olacaq? Məhsul sonda da, yəni sonda, nəticədə müəllim şagirdin tapşırığına əks əlaqə bildirəcək. Deməli, indi baxırıq, dedik, əks əlaqənin məzmunu necə olmalıdır? Öyrənmə prosesində əks əlaqə olmalıdır, məzmun haqqında əks əlaqə olmalıdır, həmçində məhsul haqqında əks əlaqə olmalıdır. İndi baxırıq öyrənmə prosesində əks əlaqəyə. Deməli, bu əks əlaqə şagirdin öyrənmə prosesinə, yəni bax görürsünüz, elə burada deyir də, proses haqqında əks əlaqə necə olmalıdır? Şagirdin öyrənmə prosesinə yönəlməlidir. Yəni, şagirdin öyrənmə strategiyası və metodları haqqında müəllim şagirdə məlumatları çatdırır. Məsəl üçün, bax, şagird hər hansı bir tapşırığı yerinə yetiribsə, müəllim belə deyək də, şagirdin istifadə etdiyi strategiyaya münasibət bildirə bilər. Həmçində proses haqqında əks əlaqə konstruktiv və təsvir edici, motivə edici və korrekt edici ola bilər. Deməli, indi baxırıq məzmun haqqında əks əlaqə. Məzmun haqqında əks əlaqə necə olur? Deməli, burada əsas məqsəd şagirdin gördüyü işlə bağlı olur. Yəni, məzmun haqqında əks əlaqə o deməkdir ki, müəllim məzmun haqqında, tapşırığın məzmunu haqqında şagirdə informasiyaları çatdırır. Məsəl üçün, materialın dəqiqliyi, aktuallığı, dərinliyi haqqında şagirdə informasiya verir. Həmçinin məzmunda verilən əks əlaqə də konstruktiv, təsvir edici, korrekt edici ola bilər.
Aha, indi baxırıq məhsul haqqında əks əlaqə. Məhsul haqqında əks əlaqə əsasən summativ olur. Yəni hər hansı bir fəaliyyətin sonunda verilən əks əlaqə məhsul haqqında əks əlaqə adlanır. Burada deməli əsas məqsəd nədir? Şagirdin gördüyü işin nəticəsinə yönəlir. Deməli artıq burada nəticəyə deməli yönəlir. Burada deməli tapşırığın tamlığı, keyfiyyəti, qoyulan meyarlara və tələblərə uyğunluğu haqqında şagirdə məlumat verilir. Həmçində məhsul haqqında verilən əks əlaqə adətən, həmişə yox, ancaq adətən summativ olur. İndi əks əlaqə haqqında digər məlumatlar var. Baxaq. Deməli əks əlaqə həm şagirdlərin öz arasında baş verə bilər, həm də müəllim-şagird arasında aparıla bilər. Yəni əks əlaqə, belə deyək də, əks əlaqəni yalnız müəllim-şagirdlərin fəaliyyətinə bildirmir. Şagird öz fəaliyyətinə də, öz işinə də əks əlaqə bildirə bilər. Yəni özünü qiymətləndirmə deyirik də. Və yaxud da ki, yoldaşlarının da fəaliyyətinə deməli əks əlaqə bildirə bilər. Deməli əks əlaqə həm şagirdlərlə, həm şagird arasında, həm də müəllim-şagird arasında aparılır. Yəni şagirdlərdə əks əlaqə bacarığını formalaşdırmaq istəyiriksə, ilk öncə şagirdlərin tənqidi təfəkkürünü formalaşdırmaq lazımdır. Çünki belə deyək də, şagirdin öz işini dəyərləndirməsi, düzgün dəyərləndirməsi, yoldaşının işini, fəaliyyətini düzgün dəyərləndirməsi, bax bu bizdən nə tələb edir? Tənqidi təfəkkür tələb edir. Ona görə də tənqidi təfəkkürü formalaşdırmaq lazımdır ki, şagirdlər bir-birinin işinə və yaxud da ki, öz işinə effektiv əks əlaqə, effektiv münasibət bildirə bilsin. Deməli, əks əlaqə şagirdin yalnız akademik fəaliyyətinə deyil. Yəni əks əlaqə şagirdin yalnız akademik fəaliyyəti nədir? Yəni şagirdlərin əldə etdiyi bilik və bacarıqlarda da akademik fəaliyyət. Deməli, əks əlaqə şagirdlərin yalnız akademik fəaliyyətinə deyil, yəni əldə etdiyi bilik və bacarıqlara deyil, şagirdin davranışına da biz əks əlaqə bildirə bilərik, şagirdlərin sosial bacarıqlarına, ünsiyyətinə də əks əlaqə bildirə bilərik. Ümumiyyətlə, belə deyək də, sosial bacarıqlar, ünsiyyət bacarığı qrup işi zamanı lazım olan bacarıqlardır. Çünki biz qrup işi zamanı da şagirdlərin həm təlim nəticələrinə nə dərəcədə yiyələndiyini ölçürük, qrup işini qiymətləndirən zaman, həmçində sosial bacarıqlarını, əməkdaşlıq, ünsiyyət, liderlik kimi bacarıqlarını da qiymətləndiririk. Elə bax, burada da bizə bunu demək istəyir də, bunu çatdırır ki, yəni əks əlaqə şagirdin yalnız akademik fəaliyyətinə deyil, sosial bacarıqlarına, ünsiyyət və davranışlarına da deməli verilə bilər. Və bunun üçün deməli müəllimin müşahidə bacarığı yüksək olmalıdır. Yəni müəllim şagirdlərlə düzgün əks əlaqə qurmaq istəyirsə, şagirdlərin fəaliyyətinə düzgün əks əlaqə bildirmək istəyirsə, bunun üçün müəllim şagirdləri müşahidə etməlidir. Axı biz dedik axı, bax formativ qiymətləndirmənin əsas xüsusiyyətlərindən biri də müşahidədir. Bax, burada müəllimlər qayıdıram əvvələ. Bax, biz dedik ki, formativ qiymətləndirmənin 4 vacib xüsusiyyəti var. Deməli, onlardan biri də davamlı müşahidənin aparılmasıdır. İndi biz effektiv əks əlaqədən danışdıq. İndi biz baxırıq, deməli, formativ qiymətləndirmədə vacib olan xüsusiyyətlərdən biri olan davamlı müşahidənin aparılması. Yəni, bu nə deməkdir? Deyir, formativ qiymətləndirmə zamanı müəllim şagirdləri davamlı olaraq müşahidə etməlidir. Bəzən müəllimlər testdə düşür ki, davamlı müşahidə summativ qiymətləndirmənin əsas xüsusiyyətlərindən biridir. Xeyr, bax, bu yanlış fikir olacaq. Müşahidə formativ qiymətləndirmənin əsas xüsusiyyətlərindən biridir. Deməli, davamlı müşahidənin aparılması nə deməkdir? Deməli, formativ qiymətləndirmədə müşahidənin əlbəttə ki, bilirik ki, xüsusi rolu var. Formativ qiymətləndirmədə müşahidənin səmərəli aparılması üçün bir neçə deməli məqam var ki, müəllim həmin məqamlara diqqət etməlidir. Davamlı prosesin olması, yəni deyir ki, müşahidə davamlı proses olmalıdır. Müəllim davamlı olaraq sinifin, şagirdlərin fəaliyyətini, davranışını müşahidə etməlidir. Müşahidə formal və qeyri-formal olmalıdır. İndi bunların hər birinin müəllimlər açıq izahını verəcəm.
Və deməli dedik ki, müşahidə formal və qeyri-formal olmalıdır. Səmərəli əks əlaqə üçün faydasının olması, yəni deyir əks əlaqə, yəni demək istəyir ki, müşahidə səmərəli əks əlaqə üçün faydalı olmalıdır. Əlbəttə, biz şagirdlərlə səmərəli əks əlaqə qurmaq üçün şagirdləri davamlı olaraq müşahidə etməliyik. Və burada bizə bunu çatdırır ki, yəni müşahidə səmərəli əks əlaqə üçün faydalı olmalıdır. Şagirdin təlim ehtiyacları haqqında məlumat toplamalıdır. Ekran təmizləyək. Deməli, şagirdin təlim ehtiyacları haqqında məlumat toplamalıdır. Bəli, biz şagirdləri nə üçün müşahidə edirik? Yalnız davranışını müşahidə etmirik ki, şagirdlərin təlim ehtiyacları haqqında da məlumat əldə etmək üçün deməli şagirdləri müşahidə edirik. Qeyri-verbal informasiyanın oxunması, yəni deyir, müşahidə zamanı müəllim şagirdlərin qeyri-verbal belə deyək də informasiyanı oxumalıdır. Yəni şagirdlərin belə deyək, mimika, jest belə deyək də, jestini baxaraq, şagirdin sifətinə baxaraq, qeyri-verbal olaraq şagirdin jest və mimikalarından nələrisə müşahidə etməlidir, başa düşməlidir. Həmçində sinifin dinamikasının anlaşılması. Deyir, yəni müşahidə aparan zaman müəllim sinifin dinamikasını da anlamalıdır. Həmçində qeydiyyatın aparılması, yəni deyir, müşahidə zamanı müəllim belə deyək də müşahidənin qeydiyyatını aparmalıdır və özünü qiymətləndirməni dəstəkləmək üçün də müşahidə bacarığı çox önəmlidir. Deməli, baxırıq davamlı proses olması. Bax, birinci nədən danışdıq? Dedik ki, müşahidə davamlı proses olmalıdır. İndi baxırıq bura görə davamlı proses dedikdə, bax, nə nəzərdə tutulur? Deməli, müşahidə formativ qiymətləndirmədə davamlı və arası kəsilməz proses olmalıdır. Hər hansı bir tapşırıq və yaxud da ki, testlə məhdudlaşmamalıdır. Müşahidə bütün tədris prosesində davamlı olaraq aparılmalıdır. Elə adı üstündədir də, davamlı prosesin olması nə deməkdir? Yəni, müşahidə gündəlik olaraq, davamlı olaraq müşahidə aparılmalıdır. Formal və qeyri-formal olmalı. Bu nə deməkdir? Deməli, qeyri-formal müşahidə təlim zamanı baş tutur. Burada artıq müəllim əvvəlcədən belə heç bir meyar müəyyənləşdirmir. Artıq bu dərs zamanı baş tutur. Yəni müəllim şagirdlərin belə deyək, fəaliyyətinə, şagirdlərin davranışına uyğun olaraq dərs zamanı, yəni planlaşdırılmamış şəkildə şagirdləri müşahidə edir. Artıq burada yenə deyirəm, qeyri-formal müşahidə müəllimdən hazırlıq tələb etmir. Bu dərs zamanı baş verən müşahidədir. Amma formal müşahidə daha strukturlu şəkildə aparılır. Artıq formal müşahidə müəllimdən hazırlıq tələb edir. Deməli, formal müşahidə müəllimdən hazırlıq tələb edir. Formal müşahidə aparan müəllim əvvəlcədən əlində müşahidə vərəqi olur. Əvvəlcə müşahidə vərəqi olur və gündə belə deyək də gördüklərini elə müşahidə vərəqində qeyd edir. Məsəl üçün, formal müşahidədən nə zaman istifadə etmək olar? Ümumiləşdirici dərslərdə, viktorinalarda, həmçində kiçik layihələr zamanı, qrup işi zamanı formal müşahidədən istifadə etmək olar. Məsəl üçün, bax, burada belə deyək də hazırlanmış müşahidə vərəqi var. Məsəl üçün, müəllim bura şagirdlərin adını yazır və şagirdləri meyarlara uyğun olaraq şagirdləri müşahidə edir, həmçində öz qeydiyyatını aparır. Məsəl üçün, bax, Əliyə baxaq, deyir, Əli müzakirədə aktiv iştirak edir. Fikirlərini arqumentlərlə əsaslandırır. Bax, burada görürsünüz, artıq Əli fikirlərini arqumentlərlə əsaslandırmadığı üçün müəllim burada müəyyən, belə deyək də, qeyd götürməyibdir. Amma Əliyə bir də baxsaq, digərlərini sonadək deməli qulaq asır. Deməli, bax, burada müəllim nə etdi? Şagirdləri müxtəlif meyarlara əsasən müşahidə edir, həmçində öz müşahidə zamanı öz qeydiyyatını edir. Deməli, qeyri-formal müşahidə dərs zamanı baş tutur. Burada artıq hər hansı bir meyar müəyyənləşdirilmir. Dərs zamanı müəllim şagirdləri müşahidə edir. Formal müşahidə isə müəllimdən əvvəlcədən hazırlıq tələb edir. Burada artıq müəllim müşahidə vərəqindən istifadə edir.
Aha, sonra baxırıq deməli müşahidə səmərəli əks əlaqə üçün faydalı olmalıdır. Əlbəttə ki, müəllim şagirdlərin fəaliyyətini müşahidə etməlidir ki, və müşahidələrindən əsasən şagirdlərlə səmərəli əks əlaqə qura bilsin. Ümumiyyətlə, əgər müəllim şagirdi müşahidə etməsə, necə şagirdə, belə deyək də, şagirdin fəaliyyəti haqqında, şagirdin işi haqqında şagirdə informasiya çatdıra bilər, şagirdlə əks əlaqə qurmaq bu zaman mümkün olmaz. Deməli, nə dedik? Dedik, müşahidə zamanı şagirdlərin fəaliyyəti haqqında informasiya toplanılır və müşahidə zamanı toplanan informasiya şagirdə verilən əks əlaqədə istifadə olunur. Yəni deyir, müəllim şagirdləri müşahidə etməli və müşahidələrinə əsasən şagirdlərə əks əlaqə bildirməlidir. Əgər müşahidə olacaq, deməli şagirdin təlim ehtiyacları haqqında məlumat toplamalı. Bu nə deyir? Yəni deyir, müəllim şagirdin təlim ehtiyacları haqqında məlumat toplamalıdır. Yəni tapşırığı necə yerinə yetirdi, şagirdin cavabı, məsələyə yanaşması, öyrənmə tərzini müəllim müşahidə edir. Qeyri-verbal informasiyanın oxunması nə deməkdir? Şagirdlərin bədən dili, mimika və onların emosional vəziyyəti, mövzunu anlamalar haqqında müşahidə toplayır. Bəzən müəllimlər biz şagirdləri belə deyək də, elə bədən dilinə baxanda, mimikasına baxanda biz şagirdlərin bədən dilindən onları anlayırıq. Məsəl üçün, yəqin ki, hər birimiz rastlaşmışıq. Bəzən hər hansı bir mövzunu izah edirsən, şagirdlərin bədən dilinə baxanda artıq başa düşürsən ki, bu şagird mövzunu anlayıb və yaxud da ki, anlamayıb. Artıq şagirdlərin bədən dilinə baxanda biz bunu müəyyənləşdiririk. Və yaxud da ki, şagirdlərin bədən dilinə baxanda artıq bilirik ki, bu şagirdin harda çətinliyi var. Bax, qeyri-verbal informasiyanın oxunması bu deməkdir ki, yəni müəllim şagirdlərin bədən dili, mimika və onların emosional vəziyyəti, mövzunu anlamaları haqqında müxtəlif müşahidələr toplayır. Deməli, sinifin dinamikasının anlaşılması, yəni müəllim müşahidə zamanı ümumi olaraq sinifin dinamikasını müşahidə etməlidir. Yəni şagirdlərin dərsdə aktivliyini, passivliyini, şagirdlərin dərsə cəlb olunmasını, şagirdlərin bir-biri ilə münasibətini, ümumi belə deyək də, sinifin dinamikasını müşahidə etməlidir. Qeydiyyatın aparılmasına baxırıq. Deməli, qeydiyyatın aparılması nə deməkdir? Yəni, müəllim müşahidənin nəticələrinin qeydiyyatını aparmalıdır. Yəni, biz dedik axı, formal müşahidə, qeyri-formal müşahidə. Əlbəttə ki, qeyri-formal müşahidə dərs zamanı baş verir. Burada hər şey anidən baş verir də. Yəni, burada qeyri-formal müşahidə dərs proses boyu davam edir. Amma dedik ki, formal müşahidə, belə deyək də, müəllimdən müşahidə vərəqi tələb edir. İndi burada bizə nə deyir? Deyir, qeydiyyatın aparılması. O deməkdir ki, müəllim müşahidənin nəticələrinin qeydiyyatını aparmalıdır. Nə üçün aparmalıdır? Çünki valideynlərlə şagird haqqında danışanda və yaxud da ki, digər müəllimlərlə şagird haqqında hər hansı bir problemi, məsələni, fəaliyyəti müzakirə edəndə bu zaman müəllim öz qeydiyyatından istifadə edə bilər. Sonra özünü qiymətləndirməni dəstəkləmək üçün də müəllim deməli şagirdləri müşahidə etməlidir. Yəni müəllim şagirdi özünü qiymətləndirməyini dəstəkləmək üçün bax şagirdləri deməli müşahidə etməlidir. Sonra baxaq görək nə qaldı. Deməli, formativ qiymətləndirmə zamanı müşahidə sinifdə şagird yönümlü və dəstəkləyici mühitin yaradılmasına xidmət edir. Müəllimlər, biz şagird yönümlü və dəstəkləyici mühitdən danışmışıq. Düzdürmü? Dəstəkləyici mühit, şagird yönümlü mühit pedaqoji tələblərdən biridir. Yəni 9 pedaqoji tələb var. Onlardan biri də şagird yönümlüdür və dəstəkləyici mühitin yaradılmasıdır. Bax, indi deyir ki, formativ qiymətləndirmə zamanı əgər müəllim şagirdləri müşahidə edirsə, bu zaman deməli, bax, şagird yönümlü və dəstəkləyici mühitin və prinsipin tələblərini yerinə yetirir. Belə, formativ qiymətləndirmə zamanı deməli aşağıdakı vasitələrdən istifadə oluna bilər. Yəni, formativ qiymətləndirmə zamanı müəllim hansı üsullardan, hansı vasitələrdən istifadə etməklə şagirdlərin fəaliyyətini qiymətləndirə bilər. Baxırıq indi formativ qiymətləndirmənin üsul və vasitələri. Sual-cavab və sinif müzakirəsi ilə müəllim formativ qiymətləndirmə apara bilər. Müəllimlər, biz ümumiyyətlə, sual-cavab prosesindən, sinif müzakirəsindən interaktiv təlim zamanı danışmışıq.
Demişdik ki, müəllim interaktivliyi təmin etmək üçün sinifdə düzgün sual-cavab prosesi təşkil etməlidir, sinif müzakirələri təşkil etməlidir. Elə bax, müəllim sual-cavab zamanı, sinif müzakirələri zamanı da şagirdləri gündəlik olaraq qiymətləndirə bilər. Deməli, sonra yoldaş qiymətləndirilməsi və özünü qiymətləndirmədən istifadə edə bilər. Deməli, formativ qiymətləndirmənin üsul və vasitələrindən biri də nədir? Yoldaş qiymətləndirilməsi və özünü qiymətləndirmə. Axı biz dedik axı, müasir təhsilin belə deyək də ənənəvi təhsildən bir fərqi də odur ki, məsəl üçün ənənəvi təhsildə qiymətləndirən tərəf yalnız müəllim olurdu. Amma müasir təhsildə qiymətləndirən tərəf həm müəllim olur, həm də şagirdlər olur. Yəni şagird özünü də qiymətləndirir, yoldaşını da qiymətləndirir. Şagirdlərin sual verməsi, sual yazması, yəni şagird hər hansı bir yoldaşına sual verirsə, elə bax bu zaman bu şagirdin sual verməsinə əsasən də biz şagirdləri formativ qiymətləndirə bilərik. BİBÖ texnikasından istifadə etməklə şagirdləri qiymətləndirə bilərik. BİBÖ texnikasından biz danışmışdıq ümumiyyətlə iş üsullarında. Həmçinin müəllimlər BİBÖ texnikasından biz diaqnostik qiymətləndirmə zamanı da istifadə edə bilərik. Sonra qısa ümumiləşdirmələr etməklə, yəni şagirdə hər hansı bir mövzunun qısa ümumiləşdirməsini tapşıra bilərik. Əgər şagird deməli hər hansı bir mövzunu qısa ümumiləşdirə bilirsə, öz fikrini şərh edə bilirsə, bax biz bu meyara əsasən də, yəni şagirdi formativ olaraq qiymətləndirə bilərik. Düşün, paylaş, bölüş texnikasından istifadə edə bilərik. Düşün, paylaş texnikası da yəqin ki, bizə tanış gəldi. Belə deyək də, iş üsullarından biri də nə idi? Düşün, paylaş, bölüş texnikası idi. Demək ki, həmçinin düşün, paylaş texnikasından biz formativ qiymətləndirmədə bir üsul kimi də istifadə edə bilərik. Həmçinin müəllimlər, deməli, düşün, paylaş texnikasını biz keçəndə nə demişdik? Demişdik ki, müəllim dərs prosesini, ümumiyyətlə bir dərsi bax bu strategiyanın, yəni düşün, paylaş, bölüş strategiyasının üzərində qura bilər. Şagird jurnalından istifadə edə bilərik. Şagird jurnalı da refleksiya üsulunda şagird jurnalından danışmışdıq. Çıxış bileti, rubriklər, 3-2-1 və işıqfor, deməli, işıqfordan istifadə edə bilər. Deməli, formativ qiymətləndirmə zamanı müəllim hansı üsul və vasitələrdən istifadə edə bilər? Yoldaş qiymətləndirilməsi, özünü qiymətləndirmə, BİBÖ, qısa ümumiləşdirmə, şagird jurnalı, rubriklər, 3-2-1 və işıqfor üsulundan istifadə edə bilər. Deməli, işıqfor nədir? Deməli, işıqfor üsulundan istifadə edən zaman müəllim, deməli, bax, sarı, yaşıl, qırmızı kartlardan istifadə edir. Deməli, müəllim sarı, yaşıl, qırmızı kartlardan istifadə edir. Əgər şagirdə, məsəl üçün, şagirdin başa düşmədiyi hər hansı bir məqam varsa, bax, başa düşmədiyi hər hansı bir məqam varsa, qırmızı kartdan istifadə edir. Əgər şagirdin bəzi sualları varsa, yəni şagirdə hər hansı bir məqam qaranlıq qalırsa, şagirdin sualı, belə deyək, şagirddə sual formalaşırsa, şagirdin sualı varsa, bu zaman şagird sarı kartdan istifadə edir. Əgər şagird məzmunu, tapşırığı, mövzunu anlayıbsa, o zaman deməli yaşıl kartdan istifadə edir. Yəni deyir, mənə aydın oldu, mən tapşırığı başa düşdüm. Belə deyək də, şagirdə hər hansı bir məsələ aydın olmayanda qırmızı kartdan istifadə edir. Şagirdin sualı olanda sarı kartdan istifadə edir. Şagird əgər tam olaraq məzmunu, tapşırığı başa düşdüsə, bu zaman deməli yaşıl kartlardan istifadə edir. Bu da işıqfor üsulu. İndi müəllimlər, dedik ki, formativ qiymətləndirmənin üsul və vasitələrindən danışdıq. İndi biz bu üsul və vasitələrinin bir neçəsinə baxırıq. Deməli, biz üsul və vasitələrin bir neçəsinə baxırıq. Birinci baxırıq sual-cavab prosesi. Deməli, dedik ki, formativ qiymətləndirmə zamanı müəllim sual-cavab üsulundan istifadə etməklə də şagirdləri qiymətləndirə bilər. Məsəl üçün, bax, burada müəllim açıq və qapalı sual tiplərindən istifadə edə bilər. Yəni, formativ qiymətləndirmə zamanı müəllim həm açıq, həm də qapalı tipli suallardan istifadə edə bilər. Ümumiyyətlə, qapalı və açıq tipli suallar bir-birindən fərqlənir. Deməli, qapalı sualların hansı xüsusiyyətləri var? Deməli, qapalı sualların xüsusiyyətləri hansılardır?
Qapalı suallar faktlara əsaslanır. Əlbəttə ki, faktlara əsaslanır, yaddaşa əsaslanır. Şagird hər hansı bir məlumatı, faktı bilirsə, əzbər bilirsə deyəcək. Və qapalı sual şagirdin təfəkkürünü inkişaf etdirmir. Əlbəttə ki, burada şagird düşünmür ki, qapalı sual şagird düşünməyə cəlb etmir. Sadəcə şagird əzbərindən istifadə edir. Deməli, qapalı sual şagirdin təfəkkürünü inkişaf etdirmir. Qapalı sual verilirsə şagirdlərə, bu zaman şagirdlərin verə biləcəyi cavabı biz təxmin edirik. Təxmin edirik də, çünki sinifdə 20 şagird varsa, 20 şagirdin də sualları bir-birinə, cavabları bir-birinə yaxın olacaq. Eyni olacaq və yaxud da ki, yaxın olacaq. Açıq suallara baxırıq. Deməli, açıq sualların xüsusiyyətləri hansılardır? Təfəkkürə yönəlir, yəni şagirdin təfəkkürünü, təxəyyülünü formalaşdırır, inkişaf etdirir. Açıq sualların deməli şagirdlər fərqli cavab verəcəklər. Yəni belə deyək də, şagirdlərə verilən açıq sualın cavabları eyni olmur. Verilən cavablar müxtəlif olur. Açıq sualların xüsusiyyətləri hansılardır? Şagirdləri düşünməyə və refleksiya etməyə cəlb edir. Şagirdlərdə müxtəlif fikirlər formalaşdırır. Dialoqa nəzarəti şagirdlər həyata keçirir. Şagirdin dərsə cəlb olunmasını təmin edir. İndi burada bir dənə açıq suala nümunə vermişəm. Sənə görə sağlam həyat tərzi nədir? Bax, biz bu sualı şagirdlərə ünvanlasaq, sinifdə olan şagirdlərin hər bir şagirdin cavabı fərqli olacaq. Heç bir şagirdin fikri üst-üstə düşməyəcək. Şagirdlərin cavabı belə deyək də fərqli olacaq. Amma müəllim şagirdə belə bir sual versə ki, sağlam qalmaq üçün nə etmək lazımdır? Sağlam yaşamaq üçün nə etmək lazımdır? Bu artıq qapalı sualdır. Şagirdlər bilir də nə etmək lazımdırsa. Düzgün qidalanmaq lazımdır, idmanla məşğul olmaq lazımdır, gigiyena qaydalarına əməl etmək lazımdır. Yəni burada şagirdlərin cavabları eyni olmasa da, cavablar belə deyək də təxminən bir-birinə yaxın olacaq. Qapalı sualın xüsusiyyəti budur ki, verilən cavablar bir-birinə yaxın olacaq, ancaq açıq tipli sualların cavabını müəllim heç belə təxmin belə edə bilməz ki, şagird deməli bu sualı necə cavablandıracaq. Həmçində sual-cavab prosesi zamanı müəllim şagirdlərə gözləmə vaxtı verməlidir. Yəni şagirdlərə sual vermişiksə, sualı cavablandırmaq üçün şagirdə vaxt vermək lazımdır. Çünki elə şagird var ki, sualın cavabını bilir. Sadəcə ona bir zaman lazımdır ki, fikrini toplasın, fikrini dilə gətirsin. Yəni düşündüyünü dilə gətirsin. Bu baxımdan da şagirdlərə 10-30, hətta lazım olarsa şagirdə görədir də, bu şagirdin səviyyəsinə, xüsusiyyətinə görədir. Hətta lazım olarsa şagirdə 1 dəqiqə vaxt da verə bilərik. Deməli, formativ qiymətləndirmə zamanı digər üsul olacaq. Yəni formativ qiymətləndirmənin digər üsulu nə oldu? Özünü qiymətləndirmə oldu. İndi biz özünü qiymətləndirmədən danışırıq. Deməli, özünü qiymətləndirmə nədir? Yəni şagird öz işini qiymətləndirir. Öz işini qiymətləndirir, öz fəaliyyətini qiymətləndirir, öz inkişafını izləyir, həmçinin də öz fəaliyyətini refleksiya edir. Burada da özünü qiymətləndirmə zamanı şagird özünü müxtəlif meyarlara əsasən qiymətləndirir. Əlbəttə ki, qiymətləndirmə meyarlarını müəllim tərəfindən adətən deyirik, deyə bilmərik həmişə. Qiymətləndirmə meyarları müəllim tərəfindən hazırlanmalıdır. Özünü qiymətləndirmə zamanı adətən qiymətləndirmə meyarları müəllim tərəfindən müəyyənləşdirilməlidir və əvvəlcədən şagirdlərə təqdim olunmalıdır. İndi burada müəllimlər, baxın, özünü qiymətləndirmə bir vərəqi var. Bax, burada şagirdin deməli adı, soyadı yazılır. Şagird burada öz işini qiymətləndirir. Məsəl üçün, ümumi siyasi vəziyyəti şərh edə bilirəm. Necə şərh edirəm? Yaxşı, orta, kafi. Artıq bu şagirdin özünün belə deyək də tənqidi təfəkküründən, tənqidi düşüncəsindən asılıdır ki, şagird öz işini düzgün dəyərləndirsin. Deməli, bax, bu da belə deyək də özünü qiymətləndirmə vərəqidir. Yoldaş qiymətləndirməsindən də istifadə edirik. Yəni formativ qiymətləndirmənin digər bir üsulu, vasitəsi olacaq yoldaş qiymətləndirilməsi. Yəni burada da şagirdlər yoldaşlarını qiymətləndirirlər. Bir-birinin işinə rəy bildirirlər, münasibət bildirirlər.
Əlbəttə ki, şagirdlərdə yoldaş qiymətləndirilməsi bacarığını formalaşdırmaq üçün ilk öncə sinifdə güclü dəstəkləyici mühit olmalıdır. Şagirdlər arasında bir-birinə qarşı inam olmalıdır. Bir-birinə qarşı müsbət fikirlər olmalıdır. Deməli, yoldaş qiymətləndiriləməsindən nə zaman istifadə edə bilərik biz? Layihə zamanı, hər hansı bir qrup işində, cütlərlə işdə biz deməli yoldaş qiymətləndirməsindən istifadə edə bilərik. Müəllimlər həmçinin fərdi iş formasında da yoldaş qiymətləndirməsindən istifadə edə bilərik. Fərdi iş forması bilirik də, yəni şagird tapşırığı fərdi olaraq özü yerinə yetirir. Burada da müəllimlər, bax, yoldaş qiymətləndirilməsinə aid deməli bir cədvəl var. Baxağın cədvələ. Burada da bax, şagird deməli, əlbəttə ki, bax, müəyyən meyarlar var. Bax, meyarlara baxağın. Meyar nədir? Yəni şagirddə nəyi qiymətləndirəcəyimiz meyar adlanır. Məsəl üçün, qrup yığıncaqlarında vaxtında iştirak etdi. Yəni bax, şagird yoldaşını qiymətləndirir. İştirak etdi, razıyam və yaxud da ki, razı deyiləm. Qrup müzakirələrində aktiv çıxış etdi. Aktiv çıxış etdisə, yoldaşını artıq çıxışına görə qiymətləndirir. Yəni belə deyək də, bu da yoldaş qiymətləndirilməsinə deməli yoldaş qiymətləndirilməsinə aid deməli qiymətləndirmə rubrikidir. İndi baxırıq çıxış biletinə baxırıq. Deməli çıxış biletindən müəllimlər biz refleksiya üsulunda danışmışdıq. Çıxış bileti nədir? Müəllim dərsin bitməsinə təxminən 5 dəqiqə qalmış. Deməli, bax, çıxış bileti üsulundan istifadə edə bilər. Məsəl üçün, lövhəyə hər hansı bir refleksiya sualı yaza bilər. Bir neçə dənə, 3 dənə, 2 dənədən, yəni refleksiya sualı yaza bilər. Şagirdlər də həmin sualları deməli cavablandıra bilərlər. Məsəl üçün, hansı suallardan istifadə edə bilər müəllim? Bugün öyrəndiyim bir şey qeyd et. Şagird bugün nə öyrəndi? Öyrəndiyini qeyd edə bilər. Bugün öyrəndiklərini real həyatda necə istifadə edə bilərsən? Necə istifadə edə bilər? Şagird bunun haqqında deməli müəyyən suala cavab yaza bilər. Qrup işi ilə bağlı bəyəndiyin nə oldu? Bugün başa düşə bilmədim. Nəyi başa düşə bilmədim? Şagird başa düşmədiyini qeyd eləyə bilər. Dərslə bağlı ağlınızda hansı sual qaldı? Yəni şagirdə maraqlı qalan hər hansı bir sual varsa, şagird onu deməli çıxış biletində qeyd edə bilər.